Qırağa tullayır, sonra da gedib başqalarıyla cükkülləşirlər. Filip yaxşı oğlan o elə şey eləməz. Az siz mumlayın. Hablar qalsın bir qıraqda. Filip söynə gəlir qalalarına ki, Dədə qızın hərisini aldım. Ya bana. Halaldı mayniga. Sağ. Gözümüz aydın. ha bu bir söz nə ifritə şeydir. Filipin mamasıdır. Filipin atası istəyirdi ki, bataqlığı, krallıqları zadı birləşdirsin. Mamasının isə bataqlıq adamlarından, Maleficenta'dan, zatdan zəhləsi geydi. Qalanın altında gizli padvalı var idi, hansı ki orada döyüşçülər silasat hazırlatdırırdı ki, vaxt gələndə ha bu bataqlıq adamları Maleficenta azadı gəbərtsin. Hələ bir qızı çağırın görə xaran quşudur. Kuş anasıdır, kız insandı. Mamya fikir verme, pox yiyir. Kızın padurgası varsa bizi de bir görün baxım eləyərsən. Aurora oğlan İstamağa getmək üçün giyinib keçinir. Abi nə qəşəng şey olub həblə. Amma götəban sağ hədiyyə gətirmişəm. Qara kəlağaya, oğlan istamağı yerik yoxsa yasına? Ağzından yıl alsın tok. Bəli, geyinib keçinib gəlirlər oğlan gilin qalasına. Uf, doğuşam. Sarılıq olubsan yoxsa özün sarışınsan, sıfatın zadına əməliyyat döyləz. Yox ay xala. Abla götə sahib çıxdı ha. Bax işte xala özümlə as olmadı. Malifice xanım nətər gəldi, o qalğazadı tapmaq çətin olmadı. WhatsApp konum sağ olsun. Allah. Hamı oturur süfrənin başına, yevşmaq söhbət başlayır. Bəh, bəh. Kət solpasıdır. Amma nəsə yaxşı qızarmayıbdı. Deyirəm qız da mamasına oxşasa başımıza daş düşdü, ifrit olacaq. Özdə ha bu nədir gəlinzad olmamış qaşlarını alır uji. Siz deyəsən bizi qaralamısınız. Başa düşmədik, nə olubdu ki qaralara? O tamam değişin. Hər kəsin əlindəki öz götürə. Dedim bir zarafat eləyim. Zarafat eləmə qurbanın olum. Demək gəlin qaynananın süpürgəsidir. Mən nə desəm